etməyə çalışıram ki, hər bir şagird təlimdə bərabər imkanlar qazansın. Yəni hər birinin səviyyəsinə uyğun davranırım. Bəs sinifdə şagird yönümlü təlimi necə qurur? Necə qurar? Aha, orada da yenə də şagirdlərimizin marağını, istəklərini, öyrənmə tərzlərini nəzərə alırıq. Dərslərimizi məsəl üçün tutalım ki, hər hansı maraqlı bir fəaliyyət yaradırıq ki, uşaqları dərsimizə cəlb edək, şagirdlər ön planda olsun, yəni orada. O şagirdlərin marağını, tələbatlarını, ehtiyaclarını nəzərə alıram. Valideynləri təlim prosesinə necə cəlb edirsiniz müəllimə? Aha, valideynlər təlim prosesinə sinif iclasları, valideyn iclasları keçirməklə, onlarla mütəmadi əlaqə yaratmaqla və belə iclaslarda da ki, şagirdlər haqqında onlara məlumat verirəm və onlarla sıx əlaqə yaradıram ki, şagirdlərin də yəni təhsildə keyfiyyətləri daha da yüksəlsin, davamiyyətləri daha da artsın dərsə. Sinif rəhbərinin yəni öz fəaliyyəti hansı istiqamətdə qurmalıdır? Aha, sinif rəhbəri ilk öncə öz sinifini təşkil etməyi bacarmalıdır. Sinifdə qaydalar, qanunlar, təlim-tərbiyə işləri ilə maraqlanmalıdır, geyimlərinə nəzarət etməlidir, uşaqların davamiyyətinə nəzarət etməlidir. Bir sinif rəhbəri olaraq təşkilatçılıq qabiliyyəti olmalıdır. Aferin sənə. Aferin.